Hola a todos. Estudiamos español y hablamos español. Leksiyon 10. Leksiyon 11. 11-ci dərs. İkinci növ şəxsə görə dəyişmə, bəzi qaydasız feillərin şəxsə görə dəyişməsi, ismin halları. 11-ci dərsi sizə 3 qısa dərs olaraq təqdim edəcəm. Çünki keçən dərslərdən belə gördüm ki, dərs uzun olduqca sizin də həvəsiniz ölür. Həm nəzərə alaq ki, getdikcə dərslər çətinləşir, ona görə də qısa məncə daha effektiv olacaq. Məncə razısınız. Onda başlayaq dərsə. Domingo, bazar günü. Juan se despierta como siempre a las 7, pero no se levanta. Juan oyanır, həmişəki kimi saat 7-də. Ancaq qalxmır. Es domingo, pazar günüdür. Juan se estira en la cama. Juan çarpayısında çəkinir deyə bilərsiniz, dartınır deyə bilərsiniz. Yəni çarpayısında o yan bu yana hərəkət eləyir. En la pared hay un calendario y en la ventana una fotografía de Juana. Divarda təqvim var və pəncərədə Juana'nın şəkli var. Juan mira la fotografía y piensa con delicia. Hoy voy a casa de Juana. Juan şəklə baxır və məmnuniyyətlə düşünür. Bugün Juana gilə gedirəm. Voy a casa de Juana həm Juana'nın evinə gedirəm, həm də Juana gilə gedirəm deyə tərcümə edə bilərsiniz. Después Juan coge un libro y lee. Sonra Juan bir kitap götürür ve okuyur. Lee hasta las 10. Saat 10'a kadar okuyor. A las 10 se levanta, se afeita, se lava, bebe una taza de café, fuma un cigarrillo y va a casa de Juana. Saat 10'da o qalxır, təraş olur, yuyunur, bir fincan qəhvə içir, sigaret çəkir və Juana gilə gedir. Juana es la novia de Juan. Juana, Juan'ın nişanlısıdır. En casa de Juana ya esperan al novio. Juana'nın evində nişanlısını artıq gözləyirlər. Juan entra, da la mano a la madre de Juana, después al padre y besa a Juana. Juan daxil olur. Juana'nın anasıyla salamlaşır. Da la mano, yəni əl verir. Yəni əllə salamlaşır. Después al padre, sonra atasına, yəni əl uzadır. Y besa a Juana və Juana'nı öpür. Llega la hora de la comida. Nahar vaxtı gəlir. Todos comen sopa, carne con patatas, frutas y beben vino. Hamı sup, kartoflu ət, meyvə yeyir və şərab içirlər. Después de la comida, Juan fuma un cigarrillo y el padre de Juana fuma un cigarro. Nahardan sonra Juan sigaret çəkir və Juana'nın atası sigar çəkir. Vocablos. Sözlərə baxaq. El domingo. Despertarse. Comer. Pero. Estirarse. El calendario. La fotografía. Mirar. Pensar. La delicia. Hoy. Coger. Leer. Beber. Fumar. El cigarro. La novia. El novio. Ya. Esperar. Dar. La mano. La madre. El padre. Besar. La comida. Todo. La sopa. La carne.
la patata, la fruta, el vino. İfadelere baxaq. La fotografía de Juana. La fotografía şəkil. Juana bildiyiniz kimi ad. Görə burada de nədir? La fotografía de Juana. Juana'nın şəkli. Yəni burada de artıq ın şəkilçisi. Yəni hal kimi götürsək, yəlik hal şəkilçisi. Eynən bizim dildəki kimi İspan dili ilə üst-üstə düşür. En la pared hay un calendario. Divarda təqvim var. Yadınızdadır, daha əvvəl də biz en işlətmişdik və onu içində, həm də içində olaraq tərcümə etmişdik. En el armario, en la cartera. Yəqin ki, yadınızdadır. Burada isə divarın içi kimi tərcümə edə bilməyəcəyimizə görə sadəcə dadə, divarda təqvim var kimi tərcümə edirik. Besar a Juana. Juana'nı öpmək. Besar öpmək, Juana məlum. A da təsirlik al kimi tərcümə edəcəksiniz. Daha öncə yadınızdadırsa, A-nı biz yönlük hal kimi, istiqamət kimi tərcümə etmişdik. Ona görə də bu ifadəni yadınızda saxlayın. Kimisə öpmək dedikdə besar a və həmin şəxs. Esperar al novio. Sevgilisini gözləmək və nişanlısını. Esperar la comida. Naharı gözləmək. La hora de la comida. Nahar vaxtı. Después de la comida. Nahardan sonra. Belə mən baxanda bu ifadələrə anlaşılmayacaq hissələri o dəqiqə tuta bilmirəm. Yəni tam olaraq başa düşdüyümə görə. Amma siz nəyisə başa düşməsəz, mütləq kommentdə qeyd eləyin. Mən də o hissəni sizə izah edim. Belə 11-ci dərsin 1-ci hissəsi bu qədər. Diqqətli olun. Dəqiq şəkildə hər hissəni yadınızda saxlamağa çalışın. Bir dərsi tam mənimsəmədən ikinciyə keçməyin. Heç ara tələsməyin. Hamısını birdən götürüb çox az bir hissəni yadda saxlamaqdansa az yaxşı şəkildə yadda saxlamağa çalışın. Hasta luego.